MİQ ilə fərqi bundadır ki, səhv düzü, yəni bir qayda var ki, 4 səhv bir düz aparır deyirik adətən. Bu MİQ-də fərqlidir. İxtisasdan bir səhv 0,5 düz, metodikadan 0,25 düz aparır, amma sertifikasiyada belə bir qaydamız yoxdur. Səhv sual düz sualların sayına, balına təsir eləmir. Proses ərzində müəllimlərin qeydiyyat bitdikdən sonra bir qədər gözləmə dövrü olur. Bu gözləmə dövründən sonra müəllimlərə təlimat verilir ki, başlaya bilərik. Müəllimlər başlayanda ilk öncə təlimat açılır. Müəllimlər imtahanda nə baş verəcəksə onun təlimatı ilə tanış olurlar. Burada həm davranış qaydalarından söhbət gedir, səhv sualın düz suala aparılmasından, bütün imtahan barəsində 120 dəqiqədə nə baş verəcək haqqında məlumat verilir. Və müəllim təlimatı oxuyub qurtarandan sonra, ola bilər ki, kimsə daha tez oxuyur, kimsə təlimat maraqlı deyil, oxumur, hansı ki, biz tövsiyə edirik ki, oxusunlar. Amma bu, hər bir müəllim üçün fərqlidir. Ona görə də kimsə 1 dəqiqə tez başlaya bilər, kimsə 1 dəqiqə gec başlaya bilər. Bu, bizim üçün vacib məsələdir. Bizim imtahanın yekununda nə qədər gözləyəcəyimiz üçün vacib məsələdir. Amma bu, müəllimə 120 dəqiqə vaxtına heç bir halda təsir eləmir. Müəllim təlimatı oxuyub, imtahan başladı düyməsin, nə vaxt basırsa, nə vaxt klikləyirsə, həmin andan etibarən müəllimin 120 dəqiqəsi başlayır.